Ermənistan bugün parlament seçkiləri keçirir. Seçki qabağı dövrdə aparılan siyasi mübarizə göstərdi ki, ölkə daxilindəki rəqabətin əsas istiqamətlərindən biri Azərbaycanla bağlı məsələlər üzərində qurulub. Müxtəlif siyasi qüvvələr seçicilərin diqqətini qazanmağa çalışarkən, regional proseslər və Azərbaycan amili kampaniyanın əsas müzakirə mövzularından birinə çevrilib. Seçki prosesi fonunda diqqət çəkən əsas məqamlardan biri odur ki, namizədlərin çıxışlarında sosial-iqtisadi problemlər, işsizlik, qiymət artımı və daxili islahat gündəmi arxa planda qalır. Bunun əvəzində isə siyasi ritorikada daha çox xarici faktorlar, xüsusilə də Azərbaycanla münasibətlər və regionda formalaşmış yeni reallıqlar ön plana çıxarılır. Bu tendensiya seçki mübarizəsinin məzmununu birbaşa şəkildə dəyişdirir və daxili siyasi debatların istiqamətini xarici gündəm üzərinə yönəldir. Bugün regionda Azərbaycanla Ermənistan arasında sülh məsələsinin bu qədər aktual və gündəmdə olduğu bir dövrdə. Eyni zamanda bugün Ermənistanın özünün gələcək iqtisadi mövcudluğu və taleyi üçün də vacib olan mühüm razılaşmaların əldə edildiyi bir məqamda, həmçinin artıq Azərbaycanla Ermənistan arasında, eyni zamanda Ermənistan və Türkiyə arasında gələcəkdə formalaşacaq ticari, iqtisadi münasibətlərin konturlarının müxtəlif müzakirə platformalarında tartışıldığı bir vaxtda Ermənistandakı revanşist siyasi qüvvələrin hələ də Azərbaycan narrativindən istifadə etməsi Ermənistan ictimai-siyasi segmentinin nə qədər rəzil bir vəziyyətdə olduğunu göstərir. Son aylarda Ermənistan hakim komandası və Paşinyan ətrafındakı şəxslərin daha adekvat reaksiya verdiyini görsək də, təəssüflər olsun ki, Samvel Karapetyan, Robert Koçaryan və onların ətrafında olan bəlli revanşist dairələr Azərbaycana qarşı cəmiyyəti qızışdıran ritorikadan əl çəkəcək kimi görünmürlər, amma hər bir halda bütün bu anti-Azərbaycan, anti-Türkiyə fəaliyyəti fiyaskoya məhkumdur. Seçki kampaniyası ərzində keçirilən debatlar və mitinqlərdə müxtəlif siyasi düşərgələr bir-birini daha çox regional siyasət və Azərbaycanla bağlı mövqelərinə görə tənqid ediblər. Rəqiblər arasında ittihamların əsas hissəsi məhz bu mövzu ətrafında formalaşıb. Bu isə göstərir ki, seçki yarışında əsas mübarizə iqtisadi proqramlar və sosial islahatlar üzərində deyil, daha çox geosiyasi yanaşmalar və regiondakı dəyişikliklərin qiymətləndirilməsi üzərindən aparılır. Seçki qabağı kampaniya zamanı siyasi partiyaları və blokları təmsil edən şəxslərin çıxışlarında və narrativlərində konkret olaraq göstərilir və bu da ondan xəbər verir ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı siyasi reallıq eyni zamanda da Ermənistanın ictimai-siyasi mühitində gedən proseslərə sirayət edir. Seçkilərdən sonra Ermənistanın regional siyasət məsələsinə gəldikdə şübhəsiz ki, biz bunun seçkilərin nəticəsi olaraq hansı qüvvənin hakimiyyətdə təmsil olunması ilə şərtlənə biləcək məsələ olduğunu xüsusilə vurğulamaq istəyirik. Müşahidələr onu göstərir ki, Ermənistan siyasi mühitində Azərbaycan faktoru artıq yalnız xarici siyasət mövzusu deyil, həm də daxili siyasi rəqabətin əsas alətlərindən birinə çevrilib. Seçkinin nəticəsindən asılı olmayaraq, qarşıdakı dövrdə Ermənistanın siyasi gündəliyində regionda yaranmış yeni reallıqlara uyğunlaşma məsələsi əsas istiqamətlərdən biri olacaq. Bu isə ölkənin gələcək xarici və daxili siyasət kursunun formalaşmasında həlledici rol oynaya bilər. Fərid Yusifov, İman İmanlı, APA TV.